Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Beynəlxalq Hava Limanı birlikdə təlim keçirib. Hava limanında qəza ilə bağlı hadisə baş vermişdir. Təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilas etmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi məqsədi ilə təşkil edilib. Təlimdə Naxçıvan Beynəlxalq Hava Limanının xüsusi avadanlıqlarla təchiz olunmuş yanğın söndürmə və xilas etmə heyətləri, tibbi personalı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri, eləcə də Daxili İşlər və Səhiyyə Nazirliklərinin nümayəndələri iştirak ediblər. Təlim planına uyğun olaraq aviasiya qəzası şəraitində yaranmış fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması, sərnişin terminallarında, aeronavigasiya gülləsində və yanacaq, sürtkü materialları anbarında yanğınların söndürülməsi, sərnişinlərin hava gəmisindən təhlükəsiz təxliyəsi və zərər çəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə mərhələli əməliyyatlar icra olunub. Simulyasiya edilmiş əməliyyatlar zamanı bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunub. Təlim fövqəladə hallara hazırlığın və əlaqələndirilmiş fəaliyyətin real sınağı olmaqla yanaşı, iştirakçı qurumlar arasında əməliyyat algoritmlərinin təkmilləşdirilməsinə mühüm töhfə verib.